Saxta pendirin, ümumiyyətlə saxta pendiri necə təyin etmək olar ki, bu saxtadır? Pendirin də saxtası var. Hər şeyin saxtası var idi. Pendir düşünürdük, yox, bizdə saxta pendir ola bilməz. İnsanlar bu sahədə daha şəffafdır. Belə düşünürdüm. Bəli, son dövrlərdə artan saxta pendir istehsalı həm qida təhlükəsizliyi, həm də istehlakçı sağlamlığını ciddi şəkildə təhdid edir. Kimyəvi katkılar və bitki yağları ilə hazırlanan saxta məhsullardan qorunmaq isə düzgün detallara diqqət yetirməkdən keçir. Bəli, mütəxəssislər artıq pendirin əsl yoxsa saxta olduğunu başa düşmək üçün kritik ipucuları veriblər. Hələ pendiri tərkibinə uksuz vururlar, yumurta vururlar. Biraz keçəndən sonra, az müddətdən sonra çox əcaib qoxular gəlir. Həm yumurtanın qoxusu gəlir, həm uksuzun qoxusu gəlir. Həmən bilinir ki, bunlar evdə hazırlanıb, zirzəmilərdə hazırlanıb. Heç pendiri hazırlamaqdan anlayışı olmayan adamlar sadəcə olaraq sosial şəbəkələrdən götürüblər, onun hazırlanması, o texnologiyası necə olacaq, ediblər, satışa veriblər. Pendirin tərkibi olduqca sadədir. Yalnız süd, maya, duz və pendir mayasından ibarətdir. Tərkibi hissəsində bitki yağı, nişasta və fərqli doldurucu maddələr varsa, həmin məhsuldan uzaq durmaq lazımdır. Yenə də deyirəm ki, uksuzdur, nə bilim, sirkədir. Bunlar da qatqı kimi pendirin tərkibində var. Toxunması və rəngi çox vacibdir. Təbii pendirlər həddən artıq parlaq olmur. Özünə məxsus ağ və ya açıq sarı çalalarda olur. Kəsildikdə hamar ayrılan və ya təbii şəkildə ovulub tökülən pendirlərdən fərqli olaraq elastik plastika bənzər bir hissəsi, yəni hiss verən və yaxud kimyəvi qoxunan məhsullar saxtakarlıq siqnalı verir. Həqiqi pendir ağızda tez ərir və geridə xoş süd ətri buraxır. Əgər pendir çeynənərkən saqqız kimi uzanırsa, həddən artıq duzludursa, bu ya süni dad buraxırsa, saxta olma ehtimalı çox yüksəkdir. Təbii ki, hamı deyir ki, pendirin xeyri nədir? Pendiri biz niyə yeyirik? Niyə qidalanırıq? Tərkibində nələr var? Saxtalarından təmizlənmiş təbii tərkibli pendirin bədənə bəxş etdiyi töhfələr saymaqla bitmir. Zəngin kalsium və fosfor tərkibi sayəsində sümük kütləsini qoruyur pendirlər. Bəli, irəli yaşlarda görülə biləcək osteoporoz, sümük əriməsi riskini minimuma endirir. Nəysə, digər nələrdə, yəni ümumiyyətlə pendirin faydası daha çoxdur, az deyil. Ümumiyyətlə onu deyim ki, həzmdə çox böyük rolu var. İndi hal-hazırda bu mövsümdə, yay mövsümündə pendirdən daha çox istifadə edirik. Yemiş, qarpız, üzüm, pendir, xiyar və digər məhsullar var ki, məhz onu pendirlə yeyəndə bizə xoş olur. İndi bilirik ki, havalar çox isti keçir, qidalanmaq qeyri-mümkündür. İsti olduğuna görə ancaq su qəbul edirik, maya qəbul edirik. Amma pendirə də biz elə sunan, maya ilə bir yerdə bir xüsusi yer ayırırıq ki, bu bizim qidalarımızın əsas tərkibindən birisidir. Amma saxta pendirlərdən yox, təbii ki, əsas keyfiyyətli pendirdən danışırıq.